Herkes həyatın gözəl tərəflərini göstərməyi sevir ki, bir zamanlar mən də elə idim. Amma bu gün fərqli olaraq sizə heç görünməyən, heç göstərmədiyim tərəflərindən danışmaq istəyirəm. Hansı ki, səssiz qalan, içimdə yaşanan, heç göstərmədiyim, amma məni dəyişdirən o tərəflərindən. Mən bir qadınam, bir anayam, bir zamanlar susan, amma indi danışmağı bacaran bir insanam. Sizlərlə illərdir artıq bir yerdəyik və mənim həyatım hər zaman belə deyildi. Bunun şahidi də siz özünüzsünüz zaten. Bir vaxtlar məndə susmağı səbir, dözməyi güclü qadın olmaq, güclü biri olmaq, qırılmağı isə qismət deyə qəbul etdiyim bir dövrüm var idi. Amma illər keçdikcə bir şey olur. Gözünüz yavaş-yavaş açılır. Bir şeyləri hiss edirsiniz, bir şeyləri duyursunuz ki, qadın çox gözəl hissiyata sahibdir, çox qəşəng. Qarşındakının həqiqətən də əməlini hiss edir. Məsələ budur, gözünüzün önündə bir şey olur. Amma siz heç bir şeyi sübut edə bilmirsiniz. Çünki əlinizdə heç bir sübutunuz yoxdur. Sadəcə hissinizi qoyursunuz ortaya və bu heç kimin vecinə deyil, heç kim sizi ciddiyə almır. Bir şeylərin sübutunu eləmək mənim hünərim deyildi. Çünki mən qapalı, qəfəs içində yaşayan birisi idim. Necə sübut tapa bilərdim? Amma baxırsan ki, hiss eləyirsən ki, sən artıq bilirsən bunu. Tamam, deyək ki, sübut eləyə bilmirsən, amma özünü sorğulamağa başlayırsan, həyatını sorğulamağa başlayırsan. Mən belə eləyirəm, amma nə görürəm? Mən bunu belə eləyirəm, amma qarşısında nə görürəm? Başlayırsan özünü sorğulamağa. Mən özümü sorğuladıqca hər gün biraz daha özümü itirdim. Sorğuladıqca azaldım, sorğuladıqca itirdim, sorğuladıqca aşağılandım, sorğulandıqca yox olmağa doğru getdim. Biraz daha uzaqlaşdım kim olduğumdan, artıq özüm belə özümü tanıyamaz hala gəldim. Yəni insanı o hala gətirib də sonradan sən bunu belədin deyəndə hə elədim də mən niyə o hala gəlib onu elədim? Yəni insanın o hala gəlişini deyil də o halda oluşunu müzakirə eləyirlər artıq. Və başlayırsan zərbə almağa, yara almağa, bəzən sözlərlə yaralanırsan, bəzən davranışlarla yaralanırsan, bəzən də sadəcə susmağınla yaralanırsan, sadəcə sustuğun üçün yaralanırsan. Həyatımın elə bir nöqtəsinə gəlib çıxmışdım ki, artıq nə ağlamağa taqətim qalmışdı, gücüm qalmışdı, nə danışmağa, sadəcə sakitcənə susmağa, çökməyə. Susqunluqla da qalmırdı təbii ki, canım xəstə oldu. Yəni canımın xəstə oluşunun səbəbləri gözümün qabağındaydı, amma sübutları əlimdə deyildi. Bəli, bir səbəblərdən çökürsən, bir səbəblərdən azalırsan, amma başqa bir səbəbim də var idi ayağa qalxmaq üçün. Daha doğrusu iki səbəbim var idi. Mənim uşaqlarım var idi, mənim övladlarım var idi. Mən hər kəsdən çox, bunu həmişə başqa vloqlarımda demişəm. Birisinin həyat yoldaşı, birisinin qızı, birisinin bacısı, birisinin qohumu, qonşusu, hər kəsin bir şeyi ola bilərəm. Amma mən ən çox uşaqlarımın anasıyam. Özümü düşünürəm, özümü sorğuluyuram, öz həyatımla uğraşıram, öz həyatımla cəbəlləşirəm. Amma onların gözlərinə baxanda anladım ki, mən belə qala bilmərəm, hər şey belə davam eləyə bilməz. Onlar belə ana istəməz, onlara belə ana yaramaz. Onlar güclü bir ana görməlidirlər, qorxmayan, susmayan, öz dəyərini bilən ki, mənim oğlum onu görmüşdü. Mənim oğluma bu güclü ana, güclü qadın tanış idi. Sonradan itirdiyi anası, sonradan tapa bilmədiyi anası zəif xarakterə bürünmüş bir anası. Amma qızım görməmişdi. Qızım görməli idi, anasını güclü görməli idi. Ona bu lazım idi. Və qərar verdim. Madəm mən bu həyatda bu cür yaşamağı istəmirəmsə ki, bu cür yaşamağım da heç kimə yaşadım, yaşamadım fərqi yoxdursa, mən qərar verdim qorxularımla üzləşməyə, keçmişimi geridə qoymağa, öz həyatımı özüm qurmağa. Bacara bilməyəcəyimdən heç əmin deyildim. Dəstəyim oğlum idi, bunu həmişə demişəm. Olardımı, olmazdımı bilmirdim. Yəni o addımı atanda başıma nə gələr bilmirdim. İnanın heç asan olmadı, heç də belə bir film səhnəsi kimi də olmadı. Çox gecələr vardı ki, hamı yatandan sonra mən susaraq ağladığım gündüzlər var idi ki, yalandan güclü görünüb də, yalandan özümü belə şux göstərib də içimdə daxili bir çöküş yaşadığım o qədər məclislərdə olmuşam, o qədər insanların yanında olmuşam ki, bu artıq tək mənlə bağlı bir şey deyildi. Bu mən və ətrafımla bağlı bir şeydi ki, güclü görünməyə məcbur idim, güclü olmağa məcbur idim. Bir qərar vermişdim. Qərarımı təsdiqləməsi üçün ailəmə hətta yalvarmışdım və ailəmin məndən tək bir istəyi var idi.
bir qərar ver. Nə qərar verirsən ver, bir qərar ver. Ya o da, ya o tərəf, ya bu tərəf. Bu tərəfə gəlib o tərəfi, o tərəfə gəlib bu tərəfi qarmaqarışıq eləmə. Məndən bir qərar istəmişdi. Mən bu bir qərarın üstündə çox yaxşı düşünməli, qərar verməli idim ki, onu da vermişdim. Verdiyim qərarın arxasında dura bilirdimmi? Yox, dura bilmirdim. Mən zəif xarakterli insanam, emosional insanam və sevən bir qadınam. Mən elə bir sevən bir qadınam ki, yəni canından belə keçəcək qədər sevən bir qadın idim və mənim üçün asan deyil idi. Bəzən mənə deyirlər, evin, əşyaların, qabların heç biri umurumda deyildi. Mənim nə daş divar, nə əşyalar, heç nə mənim vecimə deyil idi. Qərar vermişdim. Heç kim bilmədi, heç kim görmədi, amma mən o fırtınada boğulurdum, mən o fırtınada ölürdüm. Sonra işə girdim. Təbii ki, işə girməliydim. Uşaqlarımı kimsəyə möhtac eləməməliydim. Uşaqlarımın hər şeyini yerli-yerində eləməliydim. İşə girdim və bilirdim, ya işə girəndən sonra bilirdim. Bir şeyləri irəli apara bilirəm, bir şeyləri bacara bilirəm. Yavaş-yavaş bir şeyləri dəyişdirə bilirəm. Onu görürdüm, özüm də görürdüm. Və inanın ki, bir qadın özünü tapanda artıq onu kimsə itirə bilmir, kimsə. Bir qadın əgər özünü tapdısa, o çox təhlükəlidir. Təkrardan onu yoldan çıxartmaq, onun fikrini qarışdırmaq, hələ də bu yaş həddi də var bunun üçün. Heç asan bir məsələ deyil ki, onu o fikrindən döndərəsiz. Heç bir əməl, illər əvvəl o əməldən ötürü əldən, ayaqdan gedərdinizsə, o an artıq özünü tapmısansa, özünü yaşayırsansa, artıq hər şey sənin gözündə kiçilir, zəifləşir və heç bir ant, heç bir əməl, heç bir vəd səni artıq geriyə baxmağına məcbur qoya bilmir. Səni artıq geriyə baxmağa meyl elətdirə bilmir. Ətrafımın köməyi ilə, övladımın köməyi ilə, iş yoldaşlarımın köməyi ilə, yaxşı lap belə həkim köməyi ilə mən özümü tapırdım artıq. Mübarizədən sonra tapdım da, mübarizə apardım və sonra tapdım da. O an tapdığım müddətdə tapacağımı belə bilmirdim, amma tapdım. Bugün artıq mən kimsənin icazəsi ilə yaşamıram. Məsəl üçün mənim valideynim belə mənə yol göstərə bilmir. Çünki mən ona yol qoymuram. Mən nə elədiyimi bilirəm, nə yaşadığımı bilirəm. Bir şey eləyəndə, bir şey yaşayanda bunu ağlımla, bunu istəyimlə, bunu özümlə yaşayıram və bunu heç kimin müdaxiləsini qoymuram. Kiminsə sözündən dəyər ölçmürəm özümə, kiminsə qorxusundan susmuram. Yəni əvvəl mənə deyilən sözlər mənə aid olmasa belə ki, məni tanıyan, məni bilən insan çox qəşəng yaralaya bilirdi məni. Olmayan bir şey ortaya qoydu, mən özümə şübhə eləyirdim. Narsis insanların qarşı tərəfə ötürdüyü ən birinci zərbədir ki, bu. Özünü təmizə çıxartdıqdan sonra eyni şeyləri sənə yükləməyə çalışır və mən o yükün altında əzilirdim. Amma mən özümü tapdıqdan sonra mən öz həyatımın sahibi oldum. Mənə deyilən sözlərin mənə yapışmadığını gördüm. Çünki mən o deyildim, onun düşüncəsi deyildim. Ki zaten o da bilirdi ki, mən o deyiləm. Amma bilirdi axı, tanıyırdı məni. Bu sözlərdən sonra mən çöküş yaşayaram. Onun da istədiyi mənim çöküş yaşamağım idi. Bu genel olaraq hamıya aiddir. Yəni tək bir insan haqqında danışmıram, yanlış anlaşılmasın. Ümumilikdə, yəni məni yaralayan insanlardan söhbət gedir. Artıq özüm öz həyatımın sahibi olduqdan sonra və baxdım ki, yəni bu heç bir şeylə ölçülə bilməz qədər ləzzətli bir şeydir də ki, sən öz qərarınla, öz ürək rahatçılığınla eləmək ya da eləməmək sənin ixtiyarında, sənin əlindədir və sən o günkü, o yaşınla, o ağlınla özün öz qərarını verirsən. Hansı ki, əvvəl eləyərəmmi dediyin şeyləri artıq eləyərəm deyirsən. Özünə güvənirsən, özünə inanırsan, özünün addımlamağına əminsən ki, bunu elədimsə, bunu da eləyərəm. Bunu bacardımsa, bunu da bacararam. Əslində, başqası elədisə, mən niyə eləməyim? Başqası bacardısa, mən də heç kim başında ağacla dünyaya gəlməyibdir. Hər kəs insan olaraq dünyaya gəlibdir. Yaşadığımız hər şey insanlar üçündür. Yaşadığımız hər şey bəndə üçündür. Və bu yükün altından o xanım, o kişi, o insan çıxırsa, mən də insanam, mən də çıxa bilərəm. Mən hər şeyi sıfırdan qurdum həyatımda. Addım-addım, səssiz-səssiz, ilmək-ilmək, amma inanaraq, özümə inanaraq. Mənim 2 əlim var, mənim 2 gözüm var, mənim sağ, özümü idarə eləyə biləcək sağlam düşüncəm var, ağlım var.
və mən artıq bugün mən uşaqlarımın ehtiyaclarını qarşılamaq üçün heç kimin əlinə baxmıram. Heç kimdən də heç nə gözləmirəm. Heç kimdən də heç nə tələb eləmirəm. Çünki mənim buna ehtiyacım yoxdur. Onların hər gülüşündə öz zəhmətimi görmək, onların hər addımında, onların hər bir problemində mənim bir həllim olduğunu, mənim bir qatqım olduğunu görmək, onların hər uğurunda öz mübarizəmi görmək hiss elədikcə daha da həvəsim artır, daha da irəli getmək, daha da ürətmək, çoxaltmaq istəyirəm həyatımdakı gözəl şeyləri. Və bugün mənim qızımın tədbiridir, şənliyidir. 4-cü sinifi bitirmə şənliyidir, tədbiridir bu günlərim. Biz çox qəşəng hazırlaşmışıq, çox həvəslə hazırlaşmışıq. Bəlkə də kiməsə adi görünə bilər də ki, yəni adi bir tədbirdir. Amma mənim üçün elə deyil, adi bir şeydir. Bu sadəcə mənim üçün bir tədbir deyil. Bu sadəcə mənim üçün tədbirə hazırlıq deyil ki, mən bu kimi tədbirlərə indiyənə qədər bu cür hazırlaşmamışdım. Bu cür inamla və istəyərək hazırlaşmamışdım. İlk dəfə idi ki, ipindən sapına əylənərək, sevinərək, problemsiz, qorxusuz və geninə boluna hazırlaşdıq biz qızımla. Bu mənim mübarizəmin nəticəsi idi. Bugün onun üzündəki o gülüş, onun sevinci mənim qürurum idi. Bu tədbirə mən onu ən gözəl şəkildə hazırladım. Çünki bu mənim illərdir içimdə qırıq qalan bir şeylərin ortaya çıxması idi ki, çox qəşəng, yəni hazırlaşdıq biz buna. Çünki o ən gözəlinə layiq idi. Çünki mən bir qadın olaraq bilirəm, mən bir ana olaraq da bilirəm, mən bir insan olaraq da bilirəm ki, mənim ona verəcəyim ən gözəl şey onun özünü dəyərli hiss elətdirməkdir. Yəni insan özünü dəyərli hiss elədiyi yerdə çiçək açar. Mən bunu canlı yaşamış biri olaraq mən bunu bilirəm. Mən inanın keçmişimə də nifrətlə baxmıram. Bəzən mənə sual verirlər, bunun cavabı qızları qıcıqlandırır. Bu mənim bəzən xoşuma gəlir. Hətta yaxşı belə minik atışmalarımız da olur buradakı xanımlarla. Onların mənə ərk eləyib də bəsdir, o dırnağını sil, onu belə, bunu yazma. Hətta belə zarafata salıb, ay qız bəsdir, az bəsdir dediyi sözlər mənə əsla qıcıqlandırmır. Əksinə xoşum gəlir. Biz səmimiyyətimiz var artıq buradakı xanımlarla. Bu həqiqətən yəni xoşuma gəlir. Məni qorumağa çalışmaqları, məni qurtarmağa çalışmaqları həqiqətən mənə xoşuma gəlir. Xatırladığım heç nəyə nifrət eləmirəm. Heç bir şeyi geriyə baxanda heç bir şeyə nifrət eləmirəm. O keçmiş məni bugünkü mən elədi. Yenə olsa yenə eləyərdimmi? Yenə eləyərdim. Sevən qəlbimdən utanırammı? Əsla utanmıram. Bu mənim əlimdə olan bir şey deyil. Bu Allahın əlində olan bir şeydir ki, zamanla mən indiyənə qədər elədiklərimi, ağlıma belə gəlməyən şeyləri eləmişəmsə, zamanla bəlkə də elə bir qəlbimdə dəyişikliklər olar ki, özüm belə oturub deyərəm ki, ayda mən bunu necə eləyirdim, mən bunu necə belə hiss eləyirdim. Amma bildiyim, əmin olduğum bir şey var ki, mən artıq o qadın deyiləm ki, qorxan, susan, dözən, yola verən, nə bilim, görməzdən gələn, hiss elədiyini dilinə gətirməyən, düşündüyünü beynindən silən, haqlı olduğu yerdə haqsız görünən ya da ki, haqlı olduğu halda haqsızlığı qəbul edən qadın deyiləm. Mən indi seçən, quran, yaşayan, nə bilim, ürətən, axtaran, araşdıran, savaşan, qorunan bir qadınam. Artıq mən özümü hər şeydən, hər kəsdən qorumağı bacaran bir qadınam. Qorxacaq heç bir şey yaşamıram, gizlədiləcək heç bir şey yaşamıram. Yaşadığım hər şey ortalıqdadır. Getdiyim hər yer ortalıqdadır. Getdiyim hər yer statusumdadır, kanalımdadır. Yəni gizlin heç bir işim, heç bir əməlim, heç bir həyatım yoxdur. Qorxmuram, çünki ən gözəl həyat qorxunun arxasındadır. Ən gözəl həyat başını qorxusuz yastığa qoyub yatmağındadır. Çox şey yaşadım, çox şey gördüm, çox şey eşitdim. Hətta ummadığım şeyləri belə eşitdim. Hətta həyatımı dəyişəndən sonra, eşitdiklərimdən sonra yaxşı ki dəyişmişəm dediyim şeylər belə eşitdim. Elə bir şeylər eşitdim ki, peşmançılığımın üstündən bir xətt çəkdi. Oh, yaxşı ki eləmişəm. Ya eşitməsəydim, bilməsəydim və bu kimi şeyləri davam eləsəydim dediyim şeylərdə yaşadım. Bugün həyatımda olanlardan, işimdən, həyatımdan, övladlarımdan, valideynlərimdən, ətrafımdan, xarakterimdən, bugün mən həyatımdan, özümdən razıyam. Bugün xoşbəxtəm, sakitəm, qulağım dincdir və
heç kimin əsarəti altında deyiləm. Yanlış anlaşılmasın. Əsarət deyəndə şərt o deyil ki, səni ayağından assın. Xeyr. Bugün sənin üzərində 2 dənə qınayıcı bir göz yoxdursa və sən səhər gözünü yuxudan açanda heç kimsəyə heç bir şey bəyəndirmək məcburiyyətində yaşamadığını bilirsənsə, o gün səhər durursan, hər gün səhər durursan, özün üçün geyinirsən, özün üçün bəzənirsən, özün üçün ürətirsən, özün üçün irəli gedirsən və bunu insanları razı salmaq üçün də deyil, insanlar səndən razı qaldı mı deyə gözlərinin içinə baxaraq da deyil. Bunu sadəcə özün üçün yaşayırsan və sən yaşadıqca, yaratdıqca, qurduqca baxırsan ki, səndə var, bir şeylər var. Səndə çox qəşəng şeylər var. Sadəcə onu içində bastırıbsan və ya sən bastırıbsan ya da kimsə bastırıbdı, sən bunu ortaya qoya bilmirsən. Ortaya qoya bilmədiyin şeydən ötürü hər kəs səni zəif bilir. Hətta uşaqlarının belə gözündə "O, sən bunu hardan bilirdin?" deyən bir qadına çevrilirsən. Halbuki sən bunu əvvəldən bilirdin. Sadəcə sən bunu göstərə bilmirdin. Bugün mən mələyimlə çox gözəl bir gün keçirdik. Bugün mən mələyimlə çox əyləndik. Çox sevincli bir günümüz idi. Allahın iznindən 4-cü sinifi qızım bitirdi. Çox şükür Allah cəmi balaları qorusun. Allah sizlərin də övladlarının səsini ucadan gətirsin inşallah. Bir də baxarsınız ki, Rənanın artıq 11-ci sinif məzununu paylaşıram. Zaman o qədər tez keçir ki, dünən əlifba bayramını paylaşan kanalda bugün artıq 4-cü sinif məzununu paylaşıram. Və mən dünənki əlifba bayramına baxanda, kadrın arxasını bildiyim üçün, bugünkü kadrı çəkəndə, baxanda önü nədirsə, arxası da o olduğunu bilmək mənim içimi çox rahatladır. Həqiqətən də, baxın, bəzən mənə deyirsiniz ki, belə şeyləri niyə deyirsən, gizlin saxla. Deyirəm, çünki mən kadr arxasında başqa görünmək istəmirəm. Bugün çəkdiyim nədirsə, arxası da odur. Amma dünən çəkdiyimin arxası önü qədər saf, təmiz, məsum deyildi. Ona görə də qızlar, gələn, yazan, xoş sözlər deyən hər kəsə çox-çox təşəkkür edirəm. Mənim balalarıma, mənim ailəmə, mənim uşaqlarıma, mənim özümə kim nə arzuluyursa, Allah qat çoxunu ona nəsib eləsin. Ən gözəl duadır. Allah ürəyinizi qabağınıza çıxartsın. Kimin ürəyində kimə qarşı nə niyyət varsa, birinci ondan keçsin, özündən keçsin. Mən razıyam. Mənim ürəyimdə, hətta düşmənimə belə nə arzum varsa, bax, düşmənimə belə ki, mənim düşmənim yoxdur. Sözün əsl mənasında mənim düşmənim yoxdur. Uzaq durduğum insan ola bilər, əlaqəni kəsdiyim insan ola bilər, amma mənim düşmənim yoxdur. Kim olur olsun, ümumi insanlara qarşı içimdə niyyətim nədirsə, Allah onu mənim öz qabağıma çıxartsın. Növbəti vloglarda, növbəti videolarda, növbəti qəşəng videolarda, qəşəng söhbətlərdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Mənim həyatımda çox yaxında çox qəşəng şeylər olacaq. Hələlik.